Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən Qarabağ Futbol Klubunun qazancı artmaqda davam edir. Qitənin ən nüfuzlu klub turnirinin liqa mərhələsində 7 turdan sonra 10 xal toplayan Ağdam təmsilçisinin bu mərhələdə ümumi qazancı 7 milyon 50 min avroya, yəni təxminən 14 milyon manata çatıb. Qeyd edək ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində hər qələbəyə görə klublara 2 milyon 100 min avro, keçəcək üçün isə 750 min avro mükafat ayrılır. Qarabağın klubu Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqla təkcə bu mərhələyə görə 23 milyon 700 min avro, yəni 47 milyon manatdan çox gəlir əldə edib. Beləliklə, Ağdam təmsilçisinin cari mövsüm üzrə ümumi qazancı təxminən 30 milyon 750 min avroya, yəni 61 milyon manatdan artıq məbləğə yüksəlib.